1918-ci ildə yaradılan Azərbaycan Xalq Cumhuriyyətinin Təhqiqat Komissiyası nəticələrində belə qənaətə gəlmişdir ki, erməni millətçiləri Daşnaqstyun Partiyasının silahlı dəstələri Azərbaycanın bütün ərazilərində soyqırımı törətmiş və 50 mindən çox insanı qətlə yetirmişlər. Təkcə insanları qətlə yetirməklə qalmamış, şəhərlərimizi və kəndlərimizi yandırmış, xarabazara çevrilmişlər. Öldürülənlər içərisində 12 mindən çox insan Bakı şəhərində və qəzasında qətlə yetilmiş, o cümlədən Quba qəzasında 4 mindən çox insan öldürülmüş, Lənkəran bölgəsində 3 mindən çox insan qətlə yetilmiş, Şamaxı qəzasında isə 7 mindən çox insan amansızlıqla qətl edilmişdir. Təbii ki, erməni soyqırımlarının ən amansız səhifəsi, daha acımasız qətilləri isə Quba ərazisində törədilmişdir. 2007-ci ildə Quba ərazisindəki stadion adlanan yerdə aparılan deməli tikinti işləri zamanı ermənilərin 18-ci ildə Azərbaycanın Quba bölgəsində törətdiyi soyqırım qurbanlarının şahidləri olan 500 deməli soyqırım hadisələrini özündə qoruyub bizlərə ötürən 500-dən çox insanın kəllə sümüyünə rastlanmışdır. Və Təhqiqat Komissiyası öldürülənləri araşdırarkən belə bir qərara gəlmişdir ki, öldürülənlərin üzərində silah yarası aşkarlanmamış və hər biri başına küt alətlə, balta ilə vurularaq öldürülmüş, o cümlədən başına mismar vurularaq amansızlıqla qətl edilmişdir. Eyni zamanda öldürülənlərin 50 nəfərdən çoxu uşaq, 100 nəfərdən çoxu isə qadının sümükləri idi. Erməni soyqırımlarının tarixdə tanıdılması və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün ölkə prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu il 30 dekabrda Quba şəhərində soyqırım memorial kompleksi tikilməsinə sərəncam verilmişdir və Quba soyqırım memorial kompleksi 2013-cü il sentyabr ayının 18-də açılmışdır. Ümumilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli imzaladığı sərəncama görə hər il 31 martda Azərbaycan xalqı soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir və onları heç zaman unutmur. Allah erməni soyqırımı zamanı öldürülən qurbanlarımıza və şəhidlərimizə rəhmət eləsin. Son 200 ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də bu mümkün olmadı və nəhayət həqiqət anı yetişdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu Öndər Heydər Əliyevin Azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli fərmanı ilə soyqırım aktlarına siyasi hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edildi. ...1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəllatları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər.
on minlərlə Azərbaycanlı ilə yanaşı minlərlə ləzgi, yəhudi, rus, ağa və talış millətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər. Diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında Azərbaycanlılar yaşayan 58 kənddə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə Şamaxı qəzasının 53 kəndində 8027 Azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7000 nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb. Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində müəyyən edilib ki, erməni cinayətkarları Şaumyan, Lalayev, Arestisyan, Əmirov və Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Ulu Öndər Heydər Əliyevin tarixi fərmanından ötən 22 il ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonraki dövrlərdə erməni terrorçularının həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.